Əziz izləyicilər, hal-hazırda 73 saylı mənzilin sakinləri bizə bu ərazidə zirzəmidə uçuntu işlərinin, qazıntı işlərinin aparıldığını və tikintinin başladığı barədə məlumat vermişdilər və biz vətəndaş şikayətləri üzərində əraziyə yaxınlaşmışıq. İndi bir neçə sakin də bizə yaxınlaşaraq məsələ ilə bağlı məlumat verəcək. Görmüş olduğunuz kimi burada 1, 2 və 3 mənzilin zirzəmisində, daha doğrusu 3 blokun zirzəmisində bu vəziyyətdə baxın belə mənzilə müdaxilə olunub və qazıntı və tikinti işləri aparılır.